Sumqayıt şəhər 43 nömrəli tam orta məktəbdə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan sözü gedən məktəbin direktoru Humay Ramazanova qonaqları salamlayaraq hər iki bayram münasibəti ilə təbrik etdi. Direktor tədbirin mahiyyətindən danışaraq bildirdi ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycan millətinin birliyi günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan Azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Daha sonra çıxış edən Sumqayıt şəhər təhsil şöbəsinin müdiri Teymur Səmədov 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə hər kəsi təbrik etdi. Həmçinin tədbiri yüksək səviyyədə təşkil etdikləri üçün bu işdə əziyyət olanlara təşəkkürünü bildirdi. Teymur Səmədov eyni zamanda bildirdi ki, hər bir xalqın milli varlığının əsas şərtlərindən biri onun həmrəyliyi, etnik-siyasi mütəşəkkilliyidir. Digər çıxışçılar da ürək sözlərini söyləyərək hər kəsin bayramını təbrik etdi. Məktəbin şagirdləri bayram şənliyinə hazırladıkları bacarıq və istedadlarını nümayiş etdirdilər. Körpə fidanlar şeirlər söylədilər, müxtəlif rəqs nömrələri göstərdilər. Yeni ilimiz mübarək olsun, yeni ilimiz sevgilə dolsun, yeni ilimiz mübarək olsun, yeni ilimiz sevgilə dolsun. Tədbirin ən yadda qalan hissəsi Şaxta Baba və Qarqızın səhnəyə gəlməsi oldu. İştirakçılar tədbiri yaddaşlarda unudulmaz bir xatirəyə çevirdi. Dashing through the snow in a one-horse open sleigh, o'er the fields we go, laughing all the way. The bells on bobtail ring, they make our spirits bright. What fun it is to ride and sing a sleighing song tonight. Jingle bells, jingle bells, jingle. Gül Əlquliyeva, Elbrus İsmailov, Dünya TV.